Allah Resulü ümumi peyğəmbərliyini açıqladığı zaman Həzrəti Əlinin imamətini də insanlara bildirmişdir. Çox maraqlıdır. Allah Resulü hələ tam olaraq insanlar tərəfindən bir ilahi peyğəmbər olaraq hələ təsdiq olunmayıb, qəbul olunmayıb, öz canişinlik məsələsini insanlara təqdim edir. Bu barədə Şüəra surəsinin 214-cü ayəsində ki, Allah buyurur: وَعَنْزِرْ əşirətəkəl əqrəbin, öz yaxın qohumları Allahın yoluna dəvət et, onları qorxud. Bu ayənin şən nuzulunda yer alan hədislərdən biri də budur ki, Allah Resulü Əbdülmütəllib oğullarını, övladlarını bir araya yığdı və dedi ki, mən Allah tərəfindən sizə göndərilmiş Rəsulam. Dünya və axirət səadətini sizə gətirmişəm. فَأَيُّكُمْ يُعَازِرُونِ عَلَى الْحَازَ الْعَمِرِ أَلَا أَنْ يَكُونَ أَخِي وَخَلِيفَةِ فِيكُمْ. Sizlərdən hər kim mənə kömək etsə, mənim qardaşım və xəlifəmdir. Bu zaman yalnız və yalnız Əleyhisselam, o mazırını eşitmişsiniz də, mən istəmirəm təkrarlayım. Əleyhisselam qalxır, deyir ki, ya Resulallah, mən qəbul edirəm. Allah Resulü Həzrəti Əliyə xitabən buyurur ki, İnnə həzə əxi və vəsi və xəlifəti fikum, bu mənim qardaşım, vəsim və xəlifəmdir sizin aranızda. Fəsmə'u ləhu və əti'u, ona qulaq asın və ona tabi olun.